İnsan özündən sonra nə qoyur bu gəlimli gedimli, sonucu ölümlü dünyada? 5-10 kəlmə şirin söz, özünü ovudan qədər nəğmə, bir də heç vaxt saralmayacaq, solmayacaq, unudulmayacaq şərəfli ad. O ada çatmaq, o adı qorumaq üçün nələrə qatlaşmaq, hansı əziyyətlərdən keçmək gərəkdir? Şəhid olmaq. Vətəni öz canından artıq sevmək üçün gözəl ürəyə sahib olmaq lazımdır. Elə Murad Məmmədov kimi. Murad Vaqifoğlu Məmmədov 17 aprel 1989-cu ildə Biləsuvar şəhərində dünyaya göz açmışdı. Biləsuvar rayonunda biz anadan olmuşuq. Hər iki qardaş, hər ikimiz. Ümumiyyətlə biz ailədə 4 nəfərik. Necə deyim, bacı qardaş. 2 bacım var, 2 də qardaş idik. Məhəllədə, qonşularda da hamı onu çox istəyərdi. Yəni heç kimin sözün belə deyək də qulaq ardına vurmazdı, etiraz etməzdi. İstəyərdi ki, hamının məsələn dadına çatsın, işin yerinə yetirsin. Axırıncı uşaq olduğuna o məni çox istəyirdi, hədsiz. Gedib gəlirdi, iş görürdüm, üzümü öpürdü. Ay mama gəlmişəm. Bir də rəhmətli nənəsi onu çox istəyirdi, ən çox. Mənə gəlirdi məktəbdən gələn kimi deyirdi ki, qol gücü eləyək. Qol gücü eləyək. Eləyirdi, gücü çatmırdı, uşaqdı, eləyirdi. Oturduğum yerdə bir də gördüm, məni süpürlədi. Dedim, ay sən mən niyə bir incidirsin? Murad çox dəcəl olduğu ilə bərabər də çox cəsur uşaq idi. Yəni qarşısına qoyduğu məqsədə çalışırdı ki, çatsın. 1996-cı ildə şəhər 4 saylı orta məktəbə getmiş, 2007-ci ildə 11-ci sinifi bitirmişdi. Balaca, cılız, qarabuğdayı, şirin oğlan idi. Heç çantasına gücü çatmırdı. Bacıları onun çantasını gətirirdi sinifdə, partasına qoyurdu, otuzdururdu, sonra çıxıb gedirdi. Çox sevimli şagirdim olub, çox şirin, zarafatı sevən, zarafatçıl. Mən onları ən məşhur bizim yerlərə, tarixi abidələrə ekskursiyaya aparanda, məsəl üçün Şəkiyə aparmışıq, Xan Sarayına aparmışıq, sonra Suraxanıya Od abidəsinə aparmışıq, eyni zamanda Zaqatalaya, qalaya aparmışıq və demək olar ki, bu ekskursiyalarda eyni zamanda dərslərin özündə Murad fərqlənən, diqqəti özünə cəlb edən əsl hərbiçi psixologiyasına malik idi. Verdiyi ümumiyyətlə bütün sözlərin üstündə dururdu, amma gələcək barədə verdiyi sözlərin üstündə durdu. Ki, belə eləyəcəm, gedib hərbiçi olacam, qayıtmayacam, yer gəlsə şəhid olacam. Uşaqlar onda, orta məktəb uşaqların ağlına gəlmirdi, belə böyük düşüncələr falan. Amma biraz gələcək barədə biraz fərqli yanaşır, gülümsəyirdi. Onun həddindən ziyada Azərbaycan xalqına, onun tarixi keçmişinə, qəhrəmanlığına həsəd ilə baxardı. Biz Xürramilər hərəkatın keçəndə, Babakağda danışanda Muradın gözlərinin yaşarmasını gördüm. Sonra onu çağırdım yanıma, dedim, niyə? Dedi, heyf bilən ki, qəhrəman gərək ölmürdü. Amma söhbət ondan gedir ki, Murad özü o qəhrəman kimi özünü təsəvvür edirdi. Muradın xarakterində insanlıq, vətənpərvərlik, dostluq, yoldaşlıq, bunların hamısı var idi. Öz vətəninə, torpağına da sadiq, anasına və ana vətəninə. Anasını çox istəyərdi. Ailədə ən çox istədiyi anı idi onu. O qədər anamı çox sevirdi bu Murad. Mən bilirdim ki, anama görə narahat değildim, rahat idi ürəyim. Az yaşı var idi, demək 5-də, 6-da, 7-də oxudu o vaxtı. Ancaq belə istəyirdi ki, hardansa pul qazansın, ailəyə köməklik eləsin. Yəni, belə bir xasiyyətlər var idi onun. 11-ci sinif qutaranda dedim, Murad,
səni oxumaq lazımdır. Dedi, əmi, mən hərbi məktəbə gedəcəm. Dedim, milli orduya yoxsa, dedi, sərhəd qoşunlarına sənədlərimi vermişəm. Dedim, bala ged, Allah xeyri versin. Nəsə getdi, keçə bilmədi sərhəd qoşunlarında. Gəldi, sərhəd qoşunlarından gələndən sonra bunu apardılar milli orduya. Amma qardaşımın xidməti başladı Qazax rayonunun Qaymaqlı kəndindən. Orada Qazax rayonunda əsgər oldu. O döyüş bölgəsində xidmət edirdi. Bir dəfə getmişdim onun yanına. Bir gecə də orada qaldım. Qardaşım haqqında onun qrup komandirindən soruşdum. Valla mənlə birinci sualım ona oldu ki, bəs mənim qardaşım necə xidmət edir burada? O da mənə cavabında dedi ki, tək burada xidmət edənlər sənin qardaşın kimi olsun. Sonra qardaşım orada xidmətini başa vurdu. İl yarım xidmət elədi. İl yarım xidmət elədiyi dövrdə bütün hərbi qulluqçulara, əsgərlərə, yəni müddətli hərbi qulluqçulara il yarım xidmət elədiyi dövrdə 10 gün məzuniyyət verilməlidir. Yəni verilir, qanunla verilir. Bu adama bu məzuniyyət verildi, bu Murad gəlmədi, istəmədi. Dedi, mən qalıram burada. Bir dəfəlik təxris olub gələrəm. Bu il yarım ərzində bir gün də evə belə gəlmədi. Əsgərlikdən gəldi, üstündən biraz keçmədim. Qızın biri Rusiyada, ailə qurub rayona vermişəm, amma Rusiyada yaşayırlar. Getdi orada işlədim. Kömək elədi, Rahim ev alırdı. Ona kömək elədi, evini aldı o. Təzədən qayıtdı Azərbaycana. Orada xidmət eləmək istədiyini dedi mənə. Dedim, yenə fikirləş, özün bilsən, orada olmusan, qaydaları da bilirsən. Yəni, onun çətinliyi də nədir, işi də nədir, bunların hamısını sən bilirsən. Hətta o əsgərlikdən qayıdandan sonra hərbiçi olmaq arzusunu bildirəndə mən də, atam da, yəni çox ona məsləhət verdik ki, sənin qardaşın artıq hərbiçidir. Bəlkə sən başqa bir sənət seçəsən, yəni hərbiçi olmayasan. Amma o çox təkidlə, israrla bildirdi ki, yox, mən bu yolu seçmişəm, getmək istəyirəm. Bilmirdi o brilyant nə deyirlər, ya prosto o elə şeylərdən biraz kənar idi. O elə bildi ki, həqiqətən bu brilyantdır. Dedim, elə yenə ki, o bilməsin. O elə bilsin ki, mən brilyant qaşda almışam. Amma düz indi o bunu mənə alıb, brilyant yox, nə bilim. Amma birinci maşını aldılar mənim üçün. Onun komandirin şəxsən tanıyırdım. Komandiri də həmin komandir istəmirdi o getsin xüsusi təyinatlılara. Çünki heç bir komandir, məsəl üçün, öz tabeçiliyində olan yaxşı hərbi qulluqçunu başqa hər hansı bir bölməyə getməyini istəməz. Yəni, yayında qalıb xidmət etsə daha yaxşıdır. Çünki hər yer Azərbaycan ordusu. Amma Muradın fərqi bizlə onda idi ki, o fiziki imkanları, onun sağlamlığı imkan verirdi ki, o gedib xüsusi təyinatlılarda xidmət etməsin. Murad ilk gəldiyi gündən bizlərə hansı ki, o müəyyən bir etaplar, hər bölümlə müəyyən bir etaplarını keçdikdə Murad hiss olunurdu. Yəni, o gəlib yaxınlaşırdı, soruşurdu. Ondan əlavə də o Xocalı soyqırımda bizim ana və bacılarımıza, uşaqlarımıza işğalçı Ermənistan hansı ki, ordusu necə başına fəlakət gətirdiyini o həmişə göz qabağına alırdı. Bunun sayəsidir ki, Murad qardaşımız hərbiyə, hər bölümünə, xüsusi təyinatlı ailəsinə uyğun olaraq hərəkət edirdi. Muradla biz bir yaşlıydıq, yəni ki, eyni təvəllüddəyik Muradla biz. Timdə hər kəsin öz vəzifəsi var idi. Bizim də vəzifəmiz hədəfə girmək idi. Yəni ki, düz alovun, güllənin içinə girmək idi ki, biz yəni ki, orada bilirdik ki, qarşıda getmək var, gəlmək yoxdur. Yenə də biz bu sənəti, şərəflə gedib yerinə yetirmək məqsədi ilə, yəni canla başla gedib girdik. Bilirdik ki, gediş var, gəliş yoxdur. Yəni özü də hər zaman
vətənpərvərlikdən danışırdı. Hər zaman dərslərində də seçilirdi. Döyüş hazırlıqlarında seçilirdi. Çox istəyirdi özü də düşman arxasına keçsin, düşmanı məhv eləsin. Hər məni görəndə deyirdi ki, bizim taytuşumuz, yəni ki, valideyn iclasına gedir. Yəni biz hələ buradayıq, belə bir şey deyirdi. Yəni belə zarafatçılıq idi həmişə. Son görüşümüzdə bizdə qonşuda toya gəlmişdi. Mən ondan soruşdum ki, Murad, bəs sən məni nə vaxt çağıracaqsan toya? Dedi ki, yəqin ki, yaxın günlərdə çağıraram. Və ondan belə bir şərt kəsdim ki, sənin böyük qardaşın evlənəndə qızı birinci mənə göstərmişdi. Sən necə mənə göstərəcəksən? Dedi, yəqin ki, birinci sənə göstərəcəm. Mart ayının 15-i idi. Axırıncı dəfə o gəldi bizə, mənlə görüşdü. Biz onunla zarafatlaşdıqda dedi, əmi, mən subaylığın daşını atıram. Dedim, Allah xoşbəxt eləsin, bala. İstədiyi bir xanım da var idi. Mesela atası xoşlanmışdı qızın tərbiyəsin. Muradı oradan dedi, o da məzuniyyətə çıxanda gəldi. Gəldi, qızı gördü, xoşu gəlmişdi. Dedim, elə xoşum gəldi ki, qız o qədər belə xoşuma gəldi, ürəyimə yatdı. Elə xoşum gəldi ondan. Dedim, mən yine, sən nə deyirsən, qoğdu olsun. Getdim qızı anasına, çox belə, birinci dəfə idi gedirdim. Elə ailəlikcə getdik, aldıq, verdik. Əvvəl dedi, 6-sı gələcəm məzuniyyətə, amma 22-si qayıdacam. Martın 22-si qayıdacam. Dedim, Murad, onda elə vaxta salaq ki, sənin nişanı o vaxtlarda olsun da. Olmadı. Ayın 6-sı gəlini götürdüm, da gördüm Murad gəlmədi. Gəlini götürdüm, 2 gəlinlərin ikisində. Götürdüm, apardım karvanda, oturdum özüm. Dedim, seçim eləyəndə bilmirəm, nişana nə alırsın, nə alırsın. Hər bir şeyin aldı gəlin. Üzüyünə qədər özü seçdi, aldı, mən oturdum orada, pulumu verdim. Zəng elədi telefona. İş görürdüm, mamamla danışdı. Oradan gördüm, mamama deyir ki, soruş mama, gör, Zülfiyə bəyəndi Zəhranı. Qızın adı Zəhri idi. Mən də buradan telefonda gedib özüm onunla danışmadığım üçün peşmanlıq hissi duyuram. Saç deyirəm, o sözü sonu özüm deyərdim. Dedim, mama, dedim, Murada dedim ki, bəyəndim. Çünki qız elə özümüzü oxşayır dedim. Çox gözəl dedim, seçim eləyib. Hər bir səbətlərə qədər aldıq, hazırladı. Bütün xonçalar hazır vəziyyətdə. Demək, martın 15-i axırıncı çərşənbə. Axşam çağı idi, işdən qayıtdım, saat 7-8-ə işləyirdim. Gəldim belə, Rahimgili birinci mərtəbədə olurlar. Podyezddən belə qalxanda gördüm Muradla Zəhra qapını açdılar, əl-ələ tutublar, çölə çıxırlar. Bunları gördüm, belə bir qəribə oldum da, yəni, ay Allah, sənə çox şükür, Muradı da evləndirəcəm də, daha yüküm qutaracaq mənim. Murad dedim, amma məni geri çağırdılar. Leyla orada podyezddən. Dedim, amma məni geri çağırdılar. Sən inansan, birinci mərtəbə nədir? Mən qalxa bilmədim. Nə qədər elədim. Elə bir dünya orada uçdu, qaldım altında. Elə bir hiss elədim ki, nəsə var. Getdim, gördüm, süfrə səriblər, yaxşı stol açıblar. Murad da su alırdılar, nağarıdı, gəldi Zəhra ilə oturdular. Hamı yiyib, içir, ancaq mənim fikrim Muraddadır. Yenə də özümə yerə qoymadım, dedim, neyək, ana qurban. Yəqin gedib gələrsən də, icazə alarsan, deyərsən, 20-si nişanımdır mənim, martın 20-si gələrsən. Dedi, yox mama, gəlməyəcəm. Dedim, yox, gələrsən, icazə istəyirsən, komandirə mən zəng eləyim, yalvarım ki, sən gəl nişanında iştirak elə. Dedi, yox, mama. İndi nə demişdilər sonra, mənə dedi ki, yox, gəlməyəcəm, mama. 2016-nın apreli də, yəni, müharibə əmri verməsi ilə əlaqədar, məlum, yəni ki,
səbəblərdən xüsusi təyinatlılar da orada iştirak elədilər və mən düzdür bir valideyn kimi, bir Azərbaycanlı vətəndaşı kimi o tərəflərin konkret deyə bilmərəm. Ona görə onlar hərbiçi idi, yəni sahələrin, öz işlərin yaxşı bilirdilər. Aprel döyüşlərindən düz 2 ildir ötür. Bu Aprel döyüşləri zamanı hər birimizin yaddaşındadır. Bizim Aprel döyüşləri zamanı düşmanımız erməni işğalçıları Azərbaycanımızın müəyyən mövqelərindən hücuma keçdi. Həmən hücuma keçən zaman biz həmin hücumun qarşısını aldıq və həmin qarşısını alarkən düşmənin gözləmədiyi anda, gözləmədiyi zamanda düşmənə böyük bir zərbə vurduq. Atış 2 istiqamətdə olub. Bir Gülüstan tərəfdə, bir Talışkənd tərəfdə. Gülüstan tərəfdəki, məsəl üçün, biz Gülüstan tərəfdə hədəfə girdik. Hədəfə girib, hədəfi vurub çıxanda hədəfin müddəti var, 5 dəqiqə, 3 dəqiqə. Həmən hədəfi vurub biz geriyə çəkildik sırası. Onlar başladı artilleriyadan atmağa həmən toçkanı. Onda hər birimizin bura kimi suyun içində keçmişdik. Biz aşağıya düşəndə, geriyə qaydanda. Onlar bizi vurmaq məsələn, biz də rasiya ilə çıxdıq ki, biz neytralda qalmışıq, düşman bizi vurmağa qoymuyor. Azərbaycan tərəfdən də artilleriya başladı onlar tərəfə döşməyə, onlar da bunlar tərəfə. Biz qalmışıq neytralda, belə düşüb havada baxırıq, göydə ancaq bir-birini atırlar. Bizi tərəfə vurmaq. Harasa səhər vurub çıxanda gözlədik hava qaralmağını, bir sutka orada qaldıq, bir sutkadan sonra hava qaraldı gecə şəraitində. Başladıq yavaş-yavaş 5-5, 3-3 biz tərəfə keçməyə. Biz tərəfə keçdik. And olsun Allah, saat ya 5 idi, 7, bunların arası. Elə bir ürəyimin başına güllə vurub. Elə o kravatdan özümü atdım yerə ki, elə bir ürəyimin başına gülləni vurdu. Atlandım yerə, durdum, dedim, Bismillahirrahmanirrahim. Ay Allah, bu nə idi? Rahim. Murad deyəndə qaynatam o bir otaqdan tək səbir. Ondan sonra biz gəldik, biz tərəfə çatdıq. Bir də dedilər ki, yenə düşman hücuma keçib Talışkənd istiqamətində. Bizim də döyüşçü yoldaşlarımız həmən ərəfədə mühasirəyə qalıbdı. Biz də dedik ki, canla başına biz yenə getmək istəyirik. Öz istəyimizlə həmən istiqamətə daxil olduq. Yenə gecə vaxtı, gecə şəraitində, yəni Minalmış sahəni aça-aça daxil olduq həmən hissəyə. Gecə şəraitində. Səhər ağır-ağırda yenə atışma başladı. Həmən istiqamətdə mənimlə böyle vuruşan Məmmədov Murad idi yanımda. Elə səhər ağır-ağırda bir də atışmada bir də sağıma baxdım ki, Məmmədov Murad ay ana deyib bu səsini tutub çöktü. Çöktü. Qışqırdım, nə oldu deyə gördüm vurulub. Qaçdım tez atışa yanına. Gördüm yaralanıbdı. Döyüş atış mövqeyindən çıxartmaq istəyəndə həmin ərəfədə də mən də yaralandım. Yaraları ağır idi. Ağır mən əlimdə olan vasitələr, iş tibbi yardımla nə qədər səy görsətsəm də, nə qədər də çalışsam da mənim sənətim, mənim ixtisasım orada iş tibbi yardım görsətməkdir. Yəni muradımızı itirdik. Bayaq yenə də vurulur. Hər insan da döyüşdə öz kəlmə-i şəhadətlərini istəmir. Amma Məmmədov Murad öz kəlmə-i şəhadətlərini istədi. Həmin vaxtı bilmirəm, sevinç gözyaşları idi. Bilmədim, yoxsa amma Muradı itirməyimizin gözyaşları idi. Onda özümüzü saxlaya bilmirdik. Həqiqətən özümüzü saxlaya bilmirdik. Bir yandan da qələbə sevinci. Qələbə sevinci ona görə ki, biz düşməni qətiyyətlə sındırdıq. Sındırdıq ona görə ki, biz istənilən vaxtı düşmənə elə bir ağır zərbə vurduq ki, vəziyyət dəyişəndə düşmən mat-mətal qaldı.
Hətta icra nümayəndələrindən soruşdum ki, bəlkə ünvan səhvdir. Və onlar təkidlə dedilər ki, yox. Və mən özüm soruşdum ki, bəlkə o deyil. Yenə də vurğuladılar ki, biz Mikayıl Müşfiq küçəsi ev 4-dür. Həmin ünvan. Aprel ayının 4-də saat 11-in yarısı olardı belə. Oturmuşdum evdə, bilirəm zəng gəldi. Tanış olmayan bir nömrədən zəng gəldi. Götürdüm, dedilər ki, Yaqub, Xanlar müəllimdir. Beləsuvarın icra başçısının müavini. Vaqifin telefonunu ver. Gördüm bunun səsidir. Dedim ki, siz mənim qardaşımla danışmaq istəmişsiniz. Nə deyəcəkdim? Dedi, heç nə, qardaşın demədi. Dedim, xeyr, qardaşım mənə heç nə demədi. Bəs sən məni yaxşı tanıyırsan, biz neçə illər bir yerdə işləmişik. Sən mənə nə olsa deyinən, mən nə problem var ki? Dedi, bilirsən də Murad. Dedim, yaxşı. Ağırlığa da dözmək lazımdır. Həyatın asan tərəfində, ağır tərəfində insan dözməlidir. Dedim, Rahim, bəs sən haradasan? Dedi ki, mən hərbi hissədə kolon yola düşür. Mən də orada nizamlayacağım. Dedim ki, sən qayıt evə. O mənə heç nə demədi. Mənə bilirsiniz o nə dedi? Dedi, ata, anama nə deyəcəyik? Bilirsən, onlar bir-birinə çox bağlıydılar anasından. Mən də dinmədim, telefonu söndürdüm. Qapı açıldı, Rahim. Rahim, niyə gəldin ana qurban? Deyir, niyə mama istəmirsən gəlməyəni? Dedim, yox ana qurban, saat neçədir ki, sən gəlmirsən bu vaxtda? Dedi, gəldim də. Gəldi, bu otağa girir, o otağa girir, bu otağa girir. Nə axtarırdı da bilmirəm, amma girib çıxır. Dedi, sən bu vaxtı gəlməzdin, bu vaxtı niyə gəlibsən? Gecə saat 1-dir. Dedim, Murad yaralanıb. Bunu məndən başqa kim deyə bilərdi ki, anasına? Anama. Mümkün deyildi. Dedi, bala Murad yaralanmayıb. Anam yıxıldı. Anam yıxıldı. Ondan sonra da ki, hərbi komissarlıqla uşağın gələcəyi, hara gələcəyini dəqiqləşdirdik. Ondan da sonra axır nəticəsi də qardaşım şəhid olmuşdu. Artıq heç nə onu geri qaytarmırdı. İnandırım o anama dediyim ki, söz Murad yaralanıb. Yəni Murad, onu anama mən demişəm. O məni çox incidir məsələn həyatda. Elə bil qardaşım bir zərbə idi. Ona anama demək də başqa bir zərbədir. Mən bilirdim Murad şəhid olacaq. O hissi mən duyurdum mənə. Evdə böyüklər, qaynatam deyirdi, qaynanam deyirdi, bala səbirli ol. Yəni Murad elə həmişə gedib, heç nə olmaz. Sən niyə belə? Deyirdim, yox, o ürəyimdə o hiss var idi mənim. Mən o hissi bu gündə heç kəs ifadə eləyə bilmirəm. Deyirəm, yoldaşıma zəng gəldi. Mən başqa otaqlıydım. O telefonda deyəndə ki, hə, mənim Murad adında qaynım var. Mən onda bildim ki, Murada nəsə olub. Onda əmin oldum. Əmin oldum. Sonra dedilər, burada xəstəxanada yaralıdır, gətiriblər. Getdim, xəstəxanaları bütün gəzdim. Tapmadım. Tapa bilmədim. 2 şəhid gəlmişdi. Biri Raqif Orucov, bir də Muradı gətirmişdilər. Dəfn mərasimi Azərbaycan adətinə, qaydasına görə çox gözəl təşkil olunmuşdu. Yəni Sumqayıt İcra Hakimiyyəti Zakir Fərəcov tərəfindən yəni sərəncam verilmişdi
və hazırlanmışdı. Ancaq məsələ burasında idi ki, mən nə bilim Allahın talihinin qisməti idi. Ona elə orta məktəbdə general deyə çağırırdım. Doğrudan da heyfdir. Adamın ürəyi ağrıyır ki, elən ki bir övladı biz itirdik, elən ki bir övlad getdi. Təsəvvür edir. Bir tək o deyil, bax, Mübariz İbrahimov da bizim Biləsuvardandır. Mübariz İbrahimov kimi adamların sayı hesabı yoxdur bu xalqda. Murad haqqında xatirələrim odur ki, uşaqlıq dövrlərində də ailəmizin içində böyüyüb, uşaqlığın gözümüzün önündə onun bu cəsarətdə, gələcəkdə kim olacağını hələ bilməzdik. Lakin bizim ailə ümumiyyətlə bu vətənpərvər bir ailə olub. Bizim bu döyüşdə iştirak edən bütün hərbiçilərimiz göstərdi ki, Azərbaycan nə qədər qüdrətli bir ölkə çevrilib və bugünkü anda hər an hazırdır ki, baş komandanın əmrini yerinə yetirməyə. Mənim ən başlıca ürək sözüm budur. Şəhidlərimizin qanı yerdə qalmamalıdır. Şəhidlərimizin ruhu rahat yatmalıdır. Gələcəyə biz heç bir problem qoymamalıyıq. Sizə mən səmimi qəlbən bir şey deyim. Əgər həyatda insana hər şey verilərsə, eləcək həyatın əhəmiyyəti olmaz. İnsan gərək nə uğrunda mübarizə aparar. Biz də mübarizə aparırıq öz torpağımız uğrunda. Ana torpaq deyirlər. Bu, Qurandan da qabağa gəlib torpaq. Namusdan da qabağa gəlib torpaq. Bu demək olar ki, Azərbaycanın tam mənliği deməkdir. Murad Allaha bağlı adam idi. Murad pis vərdişləri yox idi onun. Murad tərbiyəsi ilə seçilirdi. Bir də Murada kürək söykənəsi oğlan idi. Biri onun haqqında danışanda mən qürur hissi keçirdirəm. Doğrudan da Murad bizim üçün adın qoydu getdi. Murad bizim ailə üçün, yenə də deyirəm, çox önəmli bir şəxsiyyət olub. Çox sakit təbiətli olması, böyüyə kiçiyə hörmət eləməsi onu ümumiyyətlə nəinki öz ailələrində, həm də bütün o əhatədə yaşayan hər bir insanın sevimlisinə çevrilmişdi. Yəni hər bir kəs, yəni bəziləri deyəndə ki, qəhrəmanlar necə yaranır? Bax, o qəhrəmanın doğulduğu gündən, şəhidlik zirvəsinə yüksəldiyi gün hər gün mənim yadımdadır. Onun birinci sinifə getməsi, hətta lap kiçik yaşlarından ayaq tutub yeriməsi, ilk söz deməsi, birinci sinifə getməsi, orta məktəbi qurtarması, onu əsgərliyə necə yola salmağımız, əsgərlikdən qaydanda necə qarşılamağımız, bütün bunlar hamısı bir lent yazısı kimi mənim gözümün qabağına gedir. Və mənim özümə qəribə gəlir ki, mən doğrudan da belə bir qəhrəmanın yetişdiyini görmüşəm körpəlikdən. Son gününə qədər yetişdiyini görmüşəm, amma yəni biz bir xəbər olmuşuq ki, bizdən bir çəpər, bir setka deyək də o tərəfə bir qəhrəman yetişirmiş, amma bizim heç birimizin bundan xəbəri yox imiş. O mənim üçün balaca qardaş olub. Demək olar ki, ailənin ən kiçik bir üzvü olub. Yəni qardaşlarıma göstərdiyim məhəbbət, Murada göstərdiyim məhəbbətdən, bəlkə hal-hazırda Murada göstərdiyim məhəbbət onlardan da yüksəkdir. Öz layiqli yolunu tutdu, şərəflə getdi bu həyatdan. Yəni, fəxr olunası şəkildə öz dəfinin də insanların, kütlənin, xalq sevə-sevə onu mən orada gördüm. Yəni, necə şəhidi necə dəfn eləməlidir xalq və yaxud da necə olunmalıdırsa, elə də elədilər. Allah bütün şəhidlərimizi qəni-qəni rəhmət eləsin, yerləri behiştli olsun. Belə bir deyim var, torpaq uğrunda ölən varsa vətəndir. Bizim də vətənimiz var, vətənimizin uğrunda. Bundan qabaq da şəhidlərimiz olub, şəhid bundan sonra da olacaq. Bu danılmazdır. Amma Allah heç kimə övlad acısı verməsin, yaxud da ki, qardaş. Çox çətin məsələdir. Yenə də deyirəm, müharibə varsa,
torpaq işğal altındadırsa, deməli orada şəhid də olacaq. Qəhrəmanla cəsinə də getdi. Vətən uğrunda, xalq uğrunda, Azərbaycan torpağı uğrunda. Vətən demək ana deməkdir. Məmmədov Muraddır və yaxud digər şəhidlərimizin qəhrəmanlığı barədə çox danışmaq olar. Çünki bu insanlar torpaqlarımızı öz canı bahasına qorudular. Yəni heç bir həyəcan olmadan, qorxu olmadan, yalnız fikirdə bir şey var idi. Düşməni məhv etmək və işğal altında olmuş torpaqlarımızı azad etmək. Təbii ki, həmən ərazilərdə düşmən məhv oldu və müəyyən ərazilər düşmənlərimizdən azad edildi. Böyük qəhrəmanlıqlar göstərdilər. Çətin idi. Həmin gecə çox çətin oldu. Amma çətin olduğu qədər də hər birimiz üçün şərəfli idi. Düzdür, bizim 92-94-cü illərdə çox uşaq idi. Bu hissləri yəni, başa düşə bilmirdik. Amma bu hissləri yaşayandan sonra həmin ərəfələrdə də şəhidlərimizin, qazilərimizin nə hisslər keçirdiyini başa düşdük. Ona görə də biz bugün şəhidlərimizlə fəxr edirik. Onlar olmasaydı biz bugün bu torpaqların üstündə rahat yeriyə bilməzdik, rahat gəzə bilməzdik. Mən əmimlə doyunca vaxt keçirməmişdim. O hələ də mənim ürəyimdədir. Mən onunla fəxr edirəm. Fəxr edirəm ki, mənim əmim vətəni uğrunda, torpağı uğrunda şəhidlik zirvəsinə ucaldı. Mən isə onu tarixlərdə yaşadacağam. Mən əmimin həyatı oldum bu dünyada. Mən əmimin şairəsi oldum bu dünyada. O getdi, gəlməyəcək bir gün yenə. Əmimin şəhidliyindən bir ildə keçdi. Səni düşünürəm hər an. Səndən danışır hər yan, bilirəm hər şey vətən üçündür. Əmimin şəhidliyindən bir ildə keçdi. Sən bizim qayğımıza qaldın, qəlbimiz qırılanda qəlbimizi açdın. Sənin üçün darıxmışam, əmimin şəhidliyindən bir ildə keçdi. Sən mənim bircə əmim idin, ürəyimdəki bir parça idin. Səni gözlədim, gəlmədin, əmimin şəhidliyindən bir ildə keçdi.